dostlar, hər vaxtımız xeyir olsun. Bu videoda optimizasiya haqqında danışacağıq və negativ keyword nədir, negativ asin nədir, nə üçün bizə lazımdır? Biz demək, standart başlanğıc səviyyədə olan hər kəsin qurduğu avtomatik üzərinə davam edək. Deyək, bizim bir avtomatik kampaniyamız var. Avtomatik kampaniyamızda son 30 gün ərzində bizim xərcimiz olsun ki, deyək, baxaq. Son 30 gün ərzində biz xərcləmişik 24 evro. Bizim geri dönüşümüz olubsa 95 evro satış olub. Və 25% akosumuz var. 25.59. Ancaq bizim burada 55 klik almışıq. 55 klikdən isə 7 satış əldə eləmişik. Yəni 55-dən 7 satış əldə eləmək pis nəticə deyil. Sadəcə biz baxmalıyıq ki, bizim hansı asal sözlər və orada görsənən avtomatikdə digər asinlər var ki, bizə uyğun deyil. Onu göstərməyəcəm məhsulu və hansı asal sözlər və asinlər var ki, salıram negativə məxfilik üçün. Sadəcə məntiq belədir ki, biz kampaniyaya girdikdən sonra orada search termə klik edirik. Search termə klik elədiyimiz zaman biz buradan görə bilirik ki, hansı asal sözlərdə və asinlərdə bu avtomatik kampaniya yeri gəlmişəm bir daha xatırladım. Bizim məhsulumuz görsənib, appear olub. Və aşağı düşdüyümüz zaman buradan görsənir ki, hansı keywordlərdir, asal sözlərdir ki, bizim məhsulumuz görsənib və uyğun olan hansıdır, uyğun olmayan hansıdır. Uyğun olmayanı, məsələn, tapıram, indi məsələn, burada bir asal söz var, onu tapıram, kopyaladım, o uyğun deyil. Onu sonra gəlirəm və bu asin də ola bilər. Gəlirəm negativ targeting search terminin üzərində, klik edirəm ora. Klik elədikdən sonra açılan pəncərədə əgər mən keyword tapmışamsa, onun negativ keyword-ə, asin tapmışamsa, negativ product. O negativ product'a əlavə edirəm. Mesela keyword tapmışam, orada add negativ keyword bölümünə klik edirəm. Və negativ XZ. Mən negativ XZ məsələn, deyək ki, elektrik yazıram bura. Elektrik yazdım. Çünki məhsulum elektriklə bağlı deyil mənim. Ancaq asal sözdə mən elektrik alarm clock gördüm. Ona görə elektrik XZ eləmirəm, elektrik freeze eləyirəm ki, negativdə. Elektrik içində olan bütün asal sözlərdə mənim məhsulum görsənməsin. Çünki geri dönüşü də olmayacaq. Ancaq XZ olsaydı, sadəcə kimsə Amazonda tək bir söz, elektrik axtarış olsaydı görsənməyəcəkdi. Məsələ budur. İfadə və tək söz. Elektrik tək sözdür. Amma negativ freeze isə ifadədir. Mən ümumi elektriklə əlaqə edən bütün ifadələri negativə salmış oluram. Burada sadəcə add elektrik yazmaq. Add keywords eləyirəm, klik. Və aşağıdan save, klik edib add keywords elədim. Aşağıdan save, klik elədiyim zaman və budur, hazırdır. Və bu eyni keçərlidir çox sadə asinlər üçün də. Digital asin tapdığımız zaman, məsələn, orada asin tapdığımız zaman ki, digitaldır artıq, manual, mexanik deyil. Gələcəyik burada negativ targetingdən targeting product bölümünə. Oradan add product targeting eləyirik və enter list. Enter listdən sonra asini buraya yapışdırıb, exclude eləyib və save eləyirik. Məsələn, deyək ki, bu asin uyğun deyil bizim üçün. Asini yapışdırdıq, exclude elədik. Deyək ki, bu asin digital saat asini idi və add negative product target elədiyimiz zaman artıq bu da belə olur. Bu qədər dostlar, çətin olmayan bir optimizasiya yolu var. Ümumiyyətlə, məsələ odur ki, optimizasiyanın qaydası asandır. Sadəcə məsələ odur ki, davamlı eləmək. Gündəlik olaraq reklam kampanyalarınızı izləyin və baxın. Sualınız varsa aşağıda kommentariya bölümünə yazar və bir konsultasiya üçün descriptionda olacaq WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hələlik dostlar, özünüzə müayət olun.